وعلى أهل بيته الطيبين الطاهرين واللعن على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. İmam Rıza buyurur, atam Musa ibn Cafer Muharrem ayı varid olanda qüssələnərdi, qiyafəsi təğyir tapardı. Elə ki Aşura gələrdi, ağlardı, məhzun olardı, qüssəsi çoxalardı. Bu günləri Aşuradır. Əhl-i beytin, alullahın müsibət günüdür, qəm günüdür. Bu günləri Hüseynə yerlər ağlar, göylər ağlar. Betul Murteza peygamber ağlar. Hüseyin'in nohesin dilriş yazanda Müselman səhlidir ki kafir ağlar. Hüseyin'in kanlı köyneyi Zehra elinde çeker kıyamet mahşer ağlar. Atanda her melek oh Kerbela'dır. Göreydin koşun ağlar, leşer ağlar. Kör olmuş gözlerin, kan tuttu şimrin, ki görsün öz elinde xəncər ağlar. Yazanda aletan o hesimmen gelemsizler defter ağlar. Ay ehl-i beytin dostları, muhibbeleri Tabiün roze lazım değil. Hamımız azizimizi elden vermişiz. Hamımız nur-i dile-i Zehra. O Allah'ın mehbub bendesi, zalimlerin elinin çoklu fecayinen şehadete yetişin. Ben icazelerinizle bir muhteser mektel okuram. Necr oldu süb bu cengi başlandı. Muhammed ve Ali Muhammed'e bir selavat şübrak. Allahümme salli ala Muhammedin ve Ali Muhammed. Elə ki Söbh-i Aşura oldu. Seyyid-i Şehada o az qoşununa bir tərtib verdi. Sağ sol müşəxxəs elədi. Mərkəz müşəxxəs elədi. Ömər Sədi də əshabı səvar olublar. Elə ki bu vəzi Ağa İmam Hüseyin gördü,
Bureyr adında bir nəfər əshabından göndərdi onların tərəfinə. Fəvəəzəhum. Cənab-ı Bureyr onlara mauizə elədi. Nəsihət elədi. Sözünüz nədir? Niyə Peyğəmbər balasının üzünə şəmişə çəksiniz? Amma tarix buyurur ki, fələm yəstəmi'u. Qulaq asmadılar. Və zəkkərəhum fələm yəntəfi'u. Onlara təzəkkür verdi, amma bu təzəkkür onlara fayda vermədi. Ağa Seyyid-i Şühəda öz dəvəsinə səvar oldu. Bir qovluda deyiblər, ata səvar oldu. Onları dəvət elədi sükutə. Onlar sakit oldular. Həmd elədi Allah'a, səna dedi Allah'a. O zatları ki, Allahın sahətinə layiqidir bəyan elədi. Peyğəmbərə səlavat dedi, məlaikə, ənbiyaya, peyğəmbərlərə. Var ki, və əbləğə fil məqal. Həzrət nəhayət danışığın muizəsini yetirdi. Sonra buyurdu, təbbən ləkum əyyühəl cəmaə. Vay olsun sizə, həlakət olsun sizə. Ey cəmaət, nə olubdu, bizi dəvət elədiniz, gəldik, o şəmşirləri ki, bizim köməkliğimizdə vuracaqdınız, qından çıxardacaqdınız, o şəmşirləri bizim əleyhimizə işlətdiniz. Onları gərək düşmənlərə vuraydınız. Bizim üzümüzə çəkdiniz. Danışdı, danışdı, ta yetişdi bu mərhələyə, o cümlə-i məruf ki, eşitmisiniz. Buyurdu, əla və innəd-dəiyyə ibnəd-dəi qəd rəkəzə beynəsnəteyn beynəs-sillətə və zillə və heyhatə minnəz-zillə. Ağah olun, bülün, gözlərinizi açın, qulaqlarınızı açın, həqiqəti tapın. Bu pis kişinin oğlu məni iki yolun arasında müxəyyər qoyubdu. Ya deyir şəmşir, ya zillət, beyət Yəzidə. Həyhatə minnəz-zillə. Hardan ola bilər ki, Zəhra balası zillət altına gedə? Zalimə baş əyə. Yəəballahu zalikə. Allah bu işin qabağını alır. Heç vaxt Allah icazə vermir. Mömin öz bəndəsi ayrılara zəlil ola, ayrılara baş əyə, zalimlərə baş əyə. Peyğəmbəri icazə vermir, möminlər icazə vermirlər. O qucaqları ki, analar pakizə, pakidamən, əfif analar uşaqlar tərbiyyət eləyiblər. Onlar icazə verməzlər ki, azadə insanlar, ləim adamların sözünə baxar. Bülün, ağah olun. Və inni zahifun bihazəl usrəti məə qillətil ədədi və xəzlətin nasir. Bundan belə mən bu az əhli əyalımla, bu az qoşunumla ki, köməyim yoxdur, gedirəm bunlara tərəf. And ola Allah'a, siz bundan sonra xoş üz görməyəcəksiniz. Zalimlər sizə müsəllət olacaqlar.
Həzrət buyurdu, müəssir vaqe olmadı. Ərz elədi, Allahum məhbəs ənhum qətrəs səma. Ey mehriban Allah, bunlardan göyün yağışın kəsginən, bunlara qəhti, bunları qəhtiyə mübtəla eləcinən, necə ki, Misrdə qəhtiyə mübtəla oldular. Onlara qulam-ı səqifi müsəllət eləcinən, o ki, nə mənə əllərindən gəlir, bunlara əncam versin. Bunlar məni təkzib elədilər, mənə tohin elədilər və əntə Rabbuna, sən mənim pərverdigarımsən, əleykə təvəkkəlna, biz sənə təvəkkül edirik Xuda, və ileykə ənəbna, və sənə qeydirik, sənin tərəfına qeydirik, və ileykəl məsir, yol da sənin tərəfindir. Sonra ağa atından ya naqəsindən düşdü yerə. Səsləndi, Peyğəmbərin mərkəbin gətirin. Ki, Murtəcəz adında o mərkəbin, atın adı Murtəcəzdir. Ona səvar oldu. Və əbbə əshabəhu lil-qital. Öz yarların, öz əshabın müharibəyə amadə elədi. İmam-ı Baqir Ağadan vardı ki, təqribən 45 nəfər ata səvar olan vardı Həzrətin doğrubərində, bəqiyyəsi piyadə idilər. Ravi deyir, bu vaxtda Ömər Səhət geçdi qabağa. Fərrəma nəhvə əskəril Hüseyn əleyhisselam besəhmin. Ömər Səhət bir dənə ox İmam Hüseynin qoşunun tərəfinə atdı. Və dedi, şahid olun əmirin yanında, əvvəl o adamı ki ox atdı, cəngi başladı, mən idim. Şahid də tutdu. Əzizlər, burada bir nüktəyə təvəccüh eləməlidir ki, heç vaxt imamlarımız əvvəl cəngi başlamayıblar. İmamlarımızın yolun gedənlər müharibəni başlamayıblar. Əgər müharibə bizə təhmil olubdur, biz müharibədə difa eləmişik. İmam Hüseyin difa elədi. Ömər Səhət cəngi başladı. Və şahid tutdu. Elə ki, o oxu atdı, ondan sonra qoşun başladı ox atmaqlığa. Seyyid-i Şəhəda əshabinə buyurdu, Qumu rəhiməkumullah iləl-mavtilləzi labuddə min. Da indi dayanmaq vaxtidəyik. Bunlar ki, biz istəmirdik bu iş üz tapsın, amma bunlar başladılar. Siz də özdə amadeyin ölümə ki, ondan çarə yoxdur. Fə innə hazihis-səhamə rusulul qavmi ileykum. Bu oxlar ki, qoşunun tərəfindən gəlir, düşmənin tərəfindən gəlir. Bunların sizə peyam varıdır. Buyurur, fəqtətəlu saətən minən-nəhar həmlətən və həmlə. Bir cəngi iki dənə qoşunun arasında əməliyyatı oldu. Biraz vaxt apardı. Hətta qutilə min əshabil Hüseyn cəmaə. Bir tədadı Seyyid-i Şəhədanın əshabından şəhadətə yetişdilər. Buradaydı ki, İmam Hüseyin əlini vurdu səqqəlinə və cəələ yəqul iştəddə qəzəbullah.
şuru elədi ki, Allahın qəzəbi cuşa gəldi. Yahudə buna görə ki, Allaha dedilər, uşağı var. Allah ki, nə atası var, nə anası var, nə uşağı var. Yahud dedi, Allahın uşağı var. Allahın qəzəbi şiddətə gəldi Nəsaraya. Çün dedilər, Allah üçüncü şəxsidir. İsa, anası Allah. Allah qəzəbə gəldi Məcusə, çün onlar günə, aya ibadət elədilər Allahdan sıva. Allahın qəzəbi şiddətə gəldi bir qovmə ki, ittəfəqət kəlimətuhum əla qətli ibn binti nəbiyyihim. Allah qəzəbə gəldi vaxtı ki, gördü bir cəmiyyəti, sözləri bir olubdu ki, Peyğəmbərin qızının oğlu ki, İmam Hüseyndir, onu qətlə yetirsinlər. Allah burada qəzəbə gəldi. Əmə vəllah la ucibuhum ilə şeyin mimma yuridun hətta əlqallahə və ənə muxəzzəbun bedəmi. And ola Allah'a, mən onlara bir cavab verməyəcəyəm bir zadla, onlar istəyirlər mən beyət eləyəm, baş əyəm Yazidə, vəli bu işi görməyəcəyəm, ta Allahı mülaqat eləyəm, bu mühasinimin qana batmaqlığı ilə. İmam-ı Sadiq ağa buyurur, eşitmişəm atamdan buyururdu, Ləmməl təqəl Hüseyin əleyhisselam və Ömər ibn Sədin lənəhullah. Vaxtı ki İmam Hüseyin Ömər Sədinlə rubəru oldu, cəngi başlandı, Allah təbarəkə və teala bir də köməkliklər İmam Hüseynə göndərdi. Amma bənə deyil ki, mucizə ilə cəng ola, əzizlər. Bizlər də gərək imtihan olaq. Yeryüzünün gözəl şəxsiyyəti, əvvəl şəxsiyyəti, yeryüzünün kəsif adamı ilə, bəd adamı ilə rubəru olur, kim kimin tərəfin saxlar? Kim kimin tərəfin saxlar? Kim İmam Hüseyin qoşunundadır? Kim Ömər Səd qoşunundadır? Biz də gərək imtihan verək. Əlan da əzizlər imtihan veririk. Əlan da imtihan veririk. Bu səsləri ki eşidirsiniz, bunlar İmam Hüseyin sevən işlər deyirlər. Onlar da Hüseyin deyir, biz də Hüseyin deyirik. Amma söz nədir? Həvai nəfs. Mən. Demirik məktəbimiz, İmam Hüseynimiz, biz gərək bir olaq. Düşmən bunu istəyir ki, hərəmiz bir söz deyək, hərəmiz bir tərəfə çəkək. İddəmiz azdır dünya cəmaətinin müqabilində. Dünyanın şərur adamları bilirsiniz nə qədərdir? Yeryüzündə nə qədər şərur adamlar var, yaxçı insanlarla, salim insanlarla, mümin insanlarla düşməndilər. Bu az iddəmizdə ixtilafa, təfriqiyə, sənin məscidim, mənim Hüseyniyyəm, mənim dəstəm. Bəzi vaxtlar əzizlər, şeytan o qədr adamın bu damarlarına girir. Mən özüm şahid olmuşam, Həzrət Məsumənin səhninə, həyətinə 2 dənə dəstənin geçmaqlığında. Bu dəstə başı deyib, mənim dəstəm qabaqca geçsin, o deyib, mənim dəstəm qabaqca geçsin, təvafuq eləməyiblər, cərr-ü bəhs çaqu çəkiblər bir-birlərinə. O çaqu ki gərək Kərbəlada Şimrin qarnına gedə, burada İmam Hüseynçilər bir-birlərinin qarnına vururlar.
ki, mən qabaqca geçim burada Nuhə deyim, ya o birisi. Bu havai nəfsləri, İmam Hüseynin bu əzalərindən bu havai nəfsi öldürməyi örgəşaq. Bu dərs alaq. İmam Hüseynin əshabı bir-birləri ilə müsabiqə verirdilər. Bu deyirdi, mən əvvəl gedim şəhadətə, o deyirdi, mən əvvəl gedim. Bunlarda müsabiqə verək. Nəinki şeytandan təbəiyyət eləməklikdə müsabiqə verək. Mən sözümü yeritdim. Hər kəs dedi, qəbul eləmədim. Bətər iş görmüsən. Bətər iş görmüsən. Sən Kərbəlada olsaydın, İmam Hüseynin sözünə baxardın. Bunlara diqqət eləyək, əzizlər. Ravi deyir, gördüm İmam Hüseyin səsləndə. Əma min muğisin yuğisuna livəcihillah. Aya köməklik eləyən var, bizə bir köməklik eləyə Allaha görə. Əma min zabin yazıb ən hərəm Rasulillah. Bir difa eləyən var hərəm Rasulullahdan. Bu vaxtda əzizlər, Cənab-ı Hurri ki, Ömər Sədin qoşunundaydı, bu sözü eşitdi, getdi Ömər Sədin tərəfinə, qəziyyəsini ərz eləmişik qabaq günlərdə. Mütəvəccüh oldu ki, bu İmam Hüseyin ondan müharibə eləməli deyil, onun qabağında dayanmalı deyil, gərək onun kənarında olasan, ona köməklik eləyəsən. Gəldi, tövbə elədi, İmam Hüseyin tövbəsini qəbul elədi, getdi, cəng elədi, şəhadətə yetişdi. Əlan da bizim böyüklərimiz nəql olunubdur ki, Ayətullah Üzmaya Seyyid Muhsin Həkim, o böyük müştehid ki, çoxdan dünyadan gedibdi. Səddam onun xanavadəsində şəhadətə yetirdi. Az onlardan qalır. İndi Əmmar Həkim və bir neçə nəfər qalırlar. Buyururlar ki, Ayətullah Üzmaya Həkim gələrmiş, Hürrün qəbrinin kənarında dayanarmış, buyurarmış, Hürr, bilirsən ki, anam anamdan şərifdir. Özüm səndən elmim çoxdur, amma gəlirəm səni ziyarət edirəm, çünki sən İmam Hüseynə köməklik elədin. Ya Hüseyin. Cəng elədi, neçə nəfərlər öldürdü, şəhadətə yetişdi, ağa da gəldi başının üstünə. O şəhadətə yetişəndən sonra ravi deyir, Bureyr ibn Xuzeyr çıxdı və kânə zâhidən, âbidən fəxərəcə ileyhi Yazid ibn Muğaffəl. İmam Hüseynin tərəfindən Bureyr, Ömər Sədin tərəfindən Yazid ibn Muğaffəl, bunlar rubəru gəldilər, istədilər bibiləri ilə mübahilə eləsinlər ki, kim haqqıdır, haqq nahaqqı aradan aparsın. Cəng elədilər ta Bureyr də şəhadətə yetişdi. Ondan sonra Vəhəb ibn Cünah gəldi, gözəl cəng elədi, cəhadında yetişdi bir səxt mərhələrə. Bunun anası ilə qadını da, anası ilə xanımı da vardı o səhnədə. Getdi bunların anası ilə qadının yanına. Dedi, ana, məndən razı oldun ya yox? Gəlmişəm İmam Hüseynə köməklik edirəm. Baxın, əzizlər, bu din bizim asan əlimizə yetişməyib, ha? Ana bir söz deyir,
xanım bir söz deyir. Əyalı bir söz deyir. O gəlir deyir, ana məndən razı oldun, gəlmişəm Peyğəmbər balasına köməklik eləməkləyə. Anası deyir ki, ma rəzito, səndən razı olmaram, hətta toqtələ beynə yədəyil Hüseyn. Məgərin ki, İmam Hüseynin qabağında şəhid olasan. Nə iş görmüsən hələ mən səndən razı olam. Amma xanımı, iyalı nə dedi? Dedi, axı sən bu cür ki gedirsən, bizi kimə tapşırırsan? Biz nə edəcəyik? Nənəsi buyurdu, oğul, tez ol, ayrıl cinan. Bunun məhəbbəti, bil o qoyar işdən. Geyik cinən, cəng eləcinən Peyğəmbər balasına köməklik eləcinən. Ta cəddinin şəfaətinə nail ola qiyamət günü. Geyitdi, cəng elədi, müharibə elədi. Ta 2 dənə qolu düşdü. Vəhəbin 2 dənə qolu düşdü. Deyir, bu halda iyalı ki bu vəzi gördü, Vəhəbin 2 dənə qolu düşdü, xeymənin əmudun çəkdi. Fəəqbələt nəhvə, getdi o qatilin tərəfinə və hiyə təqul, fədakə əbi və ummi, qatil dunət təyyibin, hərəm Rasulillah. Əyal ürək dönübdür. Deyir, atam anam sənə fəda olsun Vəhəb, cəng elə Peyğəmbərin balasının kənarında şəhadətə yetişəsən. Fəəqbələ key yəruddaha ilən nisa. İstədi Vəhəb bunu qeytərsin xanımların tərəfinə. Amma gəlmirdi. İstirdi difa eləsin. Ta inki Həzrət mütəvəccüh oldu. Həzrət buyurdu, qeyçinəm mənim əhl-i beytimin tərəfinə. Vəhəbin iyalı Həzrət buyurandan sonra qeytdi xanımların tərəfinə, qadınların tərəfinə. Vəhəbdən sonra Müslim ibn Ovsəcə. Müslim ibn Ovsəcə gəldi. Yaxdı, müharibə elədi. Çoxlu düşmənlərdən öldürdü. Ta atından düşdü yerə, saqit oldu. Amma biraz nəfəsi vardı, hələ ruh bədəndən çıxmamışdı. Özün yetirdi İmam Hüseynin tərəfinə. Həbib ibn Məzahiri gördü. Ona dedi ki, Allah sənə rəhmət eləsin ya Müslim. فَمِنْهُمْ مَنْ قَضَى نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ. Hala sən gedirsən, biz də sənin dalınca gələcəyik. Həbib deyir ki, mənə çətindir sənin başının üstündə ey Müslim. Belə səni görəm, səni müjdə verirəm behişdə. O az rəməqi qalan bədənində Müslim zəif halına, zəif səsilə dedi, mən səni bişarət verirəm behişdə. Amma Həbib, sən bu kişiyə müvazib ol cünən. Hüseyndən müvazib ol, bundan difa et. Ahir halları da amma İmam Hüseynin fikrindədir. Mən səni vəsiyyət edirəm, behaza işarə elədi İmam Hüseynə. Ondan sonra Əmr ibn Qorza ya Qortey Ənsari İmam Hüseyndən icazə aldı ki, gitsin cəng eləsin. Həzrət icazə verib. Qital müştaqin elədi.
Canbazlıq edir ki, tezliklə şəhadətə yetişsin. Tüm bilirlər bunlar məqamları nədir, hara gedəcəklər. Cəng elədi. İmam Hüseynin tərəfinə getmirdi. Ta ox gəldi, onu əli ilə saxladı. Bəli. Ta qana bələşdi o qədər oxlar gəlmişdi tərəfinə. Əzizimin də danışığında eşitdim, cəlib cümlədir. Tərəf də nə qədər qudrəti var, cəng eləyib, qital eləyibdi. İndi şəhadətə yetişir. Seyyid-i Şühəda başının üstündə soruşur Seyyid-i Şühədadan. Əvə feyto, mən vəzifəmə əməl elədim. Oduş gərək sənə köməklik eləydim, yavər olaydım, elədim bu işi gördüm. Fəqal, İmam Hüseyin buyurdu, nəəm, əntə əmami fil cənnə. Bəli, sən mənim qabağımdasan behişdə, Peyğəmbərə məndən salam yetirginən və elam elə mən də gəlirəm. Mən də gəlirəm. Qital elədi ta şəhadətə yetişdi. Əmrdən sonra Cun Əbu Zərin qulu gəlib İmam Hüseynin təşkilatındadır. Onunla ba həm gəlib Kərbəlaya. Qərə quludur. Allah bizə də o qərə qulcan bir bəsirət verginən. Quldur, həmişə qulluq eləyibdir, həmişə bəndəlik eləyibdir. Ağa İmam Hüseyin buyurdu da sən eləyə bilərsən, gedəsən, azad olasan, rahat yaşayasan. Sözləri deyib adam demağından utanır. Deyir mənim bədənimin ətri xoş gəlməyəndir, rəngim qərədir, istəmirsiniz mən də sizinlə, qanım sizin qanınıza qatışsın. Cəng elədi. Deyir, vallahi la ufarikukum hətta yəxtəlitə hazət dəmul əsvəd məə dimakum. O qədər cəng eləyəcəm, mənim bu qərə qanım sizin qanınıza qatışa. Cəng elədi ta şəhadətə yetişdi. Bu cür bir-bir gəldilər ta əshab qurtuldular. Demişdilər ki, nə qədər biz varıq, ya Əba Abdullah, sənin balalarından, qardaşlarından getməyəcəkdi meydana. فَلَمَّا لَمْ يَبْقَ مَعَهُ سِوَى أَهْلِ بَيْتِهِ خَرَجَ عَلِيُّ بْنُ الْحُسَيْنِ عَلَيْهِ السَّلَامِ. Elə ki, əshab İmam Hüseyndən qalmadı bir nəfər, Cənab-ı Əli Əkbər gəldi atasının məhzərinə, izn istədi, fəəzinə ləh. Ağa fərən ona izni verdi, nəzərə iləyhi, nəzərə aisim min. Gedir meydana dalısıca bir məyusanə baxdı. Və ərxa aleyhi eyneyh və bəka. Gözlərin saldı aşağıya, ağladı. Sonra dedi, Allah şahid ol günəm bu qovmin tərəfinə bir qulami gedir. Cəmaətin Peyğəmbərə oxşayanıdır. Xəlq cəhətindən, xulq cəhətindən, məntiq cəhətindən.
Hər vaxt əlaqəmiz olsaydı, sevsəydik Peyğəmbərin qiyafəsini görək, baxardıq nəzərna ilə. Getdi cəng elədi. Eşitmisiniz macərasını. İstəyirəm bir nüktəyə yetişəm. O nüktə əzizlər bizə böyük dərs idilər. O ibarətdir bundan, Aşura günü İmam Hüseyin möhkəm müharibə edir, qətl edir. Düşmən də o cür əzan vaxtı oldu. Günorta namazının vaxtı oldu. İmam Hüseyin adam göndərdi Ömər Sədə ki, biraz tətil eləyin. Namazı qılaq, sonra qeydaq cəngə. Ömər Səd qulaq asmadı. Cavab vermədi. Həzrət buyurdu, şeytan buna qələbə eləyibdi. Şeytan buna qələbə eləyib, şəriəti yaddan çıxardıbdı. İslamı yaddan çıxardı. Amma nə cür Həzrət namaz başlayıbdı. 2 nəfər yaranından biri Züheyr ibn Qeyn. Züheyr ibn Qeyni eşitmisiniz. İcazə verin mən bir qadınların da nəqşindən kişilərin barəsində ərz eləyim. Elə ki Züheyr vardı tarixdə deyim, mənim xoşum gəlmirdi. İmam Hüseyin o yerdəki oturaq salırı, düşürü istirahətə. Mən istəmirdim bir yerdə olam ki, İmam Hüseyinlə rubəru olam. Xoşum gəlmirdi. Amma bir yerdə bir cür oldu ki, qafiləmiz yaxın oldu. İmam Hüseyin ilə bunda bir liyaqət görür ki, bu oyan adamı da gərək gələ bu yana. Qasidi göndərdi, Rəsuli göndərdi ki, ged onu dəvət elə gəlsin bizə tərəf. Yetişdi Züheyrin çadırına, bunlar elə biləsən qəziya məşğul olmuşlar, yemək yirmişlər. Bu deyir ki, mən İmam Hüseynin tərəfindən gəlmişəm, səni dəvət edirəm İmam Hüseynin məhzərinə. Tərdiddə qalmışdı ki, gedim ya getməyim, şəkkidə idi, gedim ya getməyim. Ağalar, bəzən xanımlar bir hərəkət elərlər, qadınlar bir təsmim tutarlar, kişini daha da kişiliğin, qeyrətin cuşa gətirərlər. Deyib, bu ki, qalmışdı mən neyniyim, çağırır, gedim, getməyim. Züheyrin qadını dedi, kişi nə dayanmısan, fikr eləysən, Peyğəmbər balası səni dəvət eləyib, sən gərək iftixar eləyəsən, du get gör nə deyir? Du get gör nə deyir? Durdu, getdi İmam Hüseynin məhzərinə, ağa ki bir danışdı, Züheyr getdi, nə getmək? Hər zadın cəmlir, xanıma deyir, sən də get öz qovmuğun içinə, da məndən sonra müsibətə giriftar olmacına. Bu qadın deyib, mən səndən sonra diri qalım. Məni də öz uğruna aparacaqsan. Ağla, bu xanımların, bunların hamısının bizim müsəlman olmaqlığımızda, İmam Hüseyni sevən olmaqlığımızda haqqıları vardı. Hamısının haqqı var. Bu Züheyri və bir də Ubeydil, bəli, Səid ibn Abdullah Hənəfi. Bu ikisinə İmam Hüseyin buyurdu, dayanın qabaqda, mən cəmaət namazı, məsəl məruf namazı xof ki, qılacaq. Onlar ikisi geçdilər qabağa,
Həzrət namazı şuru elədi. Hər oxi ki düşmən tərəfindən, hər tiri ki gəlirdi, bunlar mane olurdular İmam Hüseynə dəyməsin. İmam Hüseynin namazı qurtulanda Səid də yıxıldı yerə. Elə kəndə məmuriyyəti bu əndazəymiş. Yıxıldı yerə, az bəs ki ox dəymişdi bədəninə. Bəzən oxları əli ilə, bəzən üzün tuturdu ki, ox İmam Hüseynə getməsin, tir ona dəyməsin, mənə üzümə dəysin. Elə ki, qana bələşmiş düşdü yerə, yaraların, oxların saydılar. Böyle 13 dənə ox ayrı yaralardan sonra bədənində var idi. Bəzi nəqlilərdə də İmam Hüseyn ağacı bunun da başının üstünə hazır oldu. O da gözünü açdı, gördü İmam Hüseyin başının üstündədir. Ərz elədi, ağa, vəfa elədim əhdimə, vəzifəmə yaxca əməl elədim. Bəh-bəh, bəh-bəh, bəh-bəh. Əzizlər, bu bizə böyük dərsdir. Sinə vururuq, nohə deyirik, mənbərdəyik, iş görürük, namaz vaxtı o məxsusdur Allaha. O məxsusdur Allaha. İmam Rıza bir mühim məclisdə söhbət edir. Onlara ki, Əhl-i Beytə o cür mühibbi deyirlər, onlara söhbət edir. Birdən vaxtı namaz yetişdi. Həzrət buyurdu, namazı qılaq, ondan sonra. O adam ki, Həzrətlə danışırdı, dedi, bizim dilimiz, ağa təzə qəlbim yumuşalıb istəyirəm, siz deyənləri qəbul eləyəm, deysən namaz vaxtı, idamə, Həzrət buyurdu, namazı qıllıq, qeydərik, idamə veririk. Biz bunları məktəb-i İmam Hüseyin, məktəb-i Əhl-i Beyt, bu da əzizlər. Ayrı işlərə deyək, namaz vaxtıdır. Nəinki deyək, namazı saxla, bey vaxtı hələ işim vardı. Ya Allah. Peyğəmbər və alı Peyğəmbərə salavat deyək. Qədim uşaqlıqdan yadımda qalır, bu nohələri deyərdik. Kərbəla çölündə tufandı ya Muhammed. Kərbəla çölündə tufandı ya Muhammed. Getir kefen Hüseyin'e oryandı ya Muhammed. Getir kefen Hüseyin'e oryandı ya Muhammed. Yadımda kalanı budur. Bir ayrısı da var. Nece kan ağlamasın dağdaş bugün. Nece kan ağlamasın dağdaş bugün. Kerbelada kesilip 72 baş bugün. Kerbelada kesilip 72 baş bugün. Ey dad şemrelinden, feryat şemrelinden. Ey dad şemrelinden, feryat şemrelinden.
السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي حلت بفنائك عليك مني سلام الله أبدا ما بقيت وبقي الليل والنهار. Azizler, bil evvelin aşuradı ki rehberimiz şehadete yetişip cenazesiz resmi surette defn olmayın. Hamımız bir rıhta bu selamları Seyyid-i Şühedanın mehzerine uzaktan takdim ediyor. Esselamu alel Hüseyin ve ala Ali ibn Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Ela lanetullah alel kavmellezine zalemu eyyemun kalebin yankalibun. Hudaya ve hakkı Muhammed ve âl-i Muhammed bu demaqları, bu eşitmaqları, bu ağlamaqları, bu əzadarlıqları Seyyid-i Şühədadan xatirə hamımızdan qəbul eləcənə. Günahlarımıza qələmi əff çəkinə. Dualarımızı müstəcab elə. Onları ki iltiması dua eləyiblər, bəzi ağalar belə bilirlər bizim də Allah yanında abrımız var, iltiması dua eləyirlər. Xudaya İmam Hüseynə xatir onların hacətlərin bəravurd elə. Xəstələrinə şifa vercinən. Ovladı olmayanlara ovladı salih və salim inayət eləcinən. Xudaya müsəlmanlara rəhm eləməyənləri müsəlmanlara musəllət eləməcinən. Din düşmənlərimizi onların başında o boynu yoğun Amerikalıları nabud eləcinən. Aradan aparcinan. Zillətə salcinan. Müsəlmanların aləmdə başların ucatcinan. İslam ələmin aləmdə ucatcinan. Küfrin ələmin yatıtcinan. Xəstələrimizə şifa inayət elə. Onları ki işdirlər, aldıqları xəşlərin görmür. Boşları vardı. Allah onların borcunu öz xəzanə-i qeybindən əda eləcək. Onları ki adamları yoxdur, onları yad eləsin. Ölüblər, gediblər, yaddan çıxıblar. Allah onlara da rəhm eləcinən. Pərverdigara cəbhə-i müqaviməti tamam aləmdə düşmənlərinə qalib eləcinən. Əzizləri ki bu cəmimizdə, bu məcalisimizdə ihsan verirlər, xəş verirlər, pul xəşdirlər, canları ilə, bədənləri ilə zəhmət çəkirlər, qadınlı, ağalı, cavanlı, qocalı, xüsusən məclisimizdə Hacı Nazimi, Hacı Bəxtavər və sair üləma, məddah-ı muhterəm əhl-i beyt və siz əzizlərin huzuru ilə əgər sizlər olmasaz bizim faydamız nədir? Pərverdigara hamımızı sərbazan İmam Zaman Səlamullah əleyhidən qərar ver. Ləşkər və qoşun İmam Zamandan qərar vercinən. Allah o duaları ki zehnimizə gəldi, dilimizə gəldi, ərz elədik. Onları ki xeyrimizədir, dilimizə gəlmədi, onları da bizim üçün
qəbul eləcinən Peyğəmbər o al Peyğəmbərə səlavat deyək.